Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən Şeyx Lounge restoranı yanıb. Yanğının baş verməsinə ilkin səbəb olaraq 2 nəfər arasında yaranmış mübahisə göstərilir. Belə ki, mübahisə davaya çevrildikdən sonra tərəflərdən biri benzini adı çəkilən obyektə tökərək yanğın törədib. Ardınca isə müştərilərin hadisə yerini tərk edə bilməməsi üçün qapını arxadan bağlayıb. İnsidenti törədən Cavid adlı şəxs olduğu bildirilir. Müştərilərin həyatı isə yaşayış obyektinin mətbəx bölməsinin arxa qapısı xilas edib. Hadisə nəticəsində bir nəfər ayaq nahiyəsindən yanıq xəsarəti aldığı və xəstəxanaya yerləşdirildiyi məlum olub. Hazırda başqa xəsarət alanlarla bağlı məlumat yoxdur. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov hadisə ilə bağlı bildirib ki, qeyd olunan yaşayış obyektinin qəsdən yandırılması ilə bağlı polisə məlumat daxil olub. Yanğını törətməkdə şübhəli bilinən 2 nəfər müəyyən olunaraq saxlanılıb. Fakt üzrə araşdırmalar davam etdirilir.